Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə biz Azərbaycanın təbii sərhədlərini öyrənəcəyik, relyef vahidlərini öyrənəcəyik və relyef vahidlərinə aid olan silsilələr və testlər hansı istiqamət üzrə düşür, onu öyrənəcəyik. Başlayaq təbii sərhədlərimizdən. Azərbaycan qurudan 5 dövlətlə həmsərhəddir, bildiyimiz kimi. Rusiya ilə şimaldan həmsərhəddir. Təbii sərhədlərimiz burada Baş-Qafqaz silsiləsi, burada Sudur silsiləsi, sonra Qusar maili düzündə bəzi testlərdə sərhəd düzənlik kimi verilir, sonra Samur dəvəçində verilir. Çay olaraq isə Samur çayını biz sərhəd çayı kimi götürəcəyik. Gürcüstan dövləti ilə təbii sərhədlərimiz Qanıq çayı, Qabırğı çayı, burada Candar göl, Ceyran çöl düzənliyi olaraq, bir də Qarayazı düzü sərhəd ərazi kimi verilir testlərdə. Ermənistanla ən uzun sərhəddə maliklik bildiyimiz kimi, Ermənistanla əsasən dağlar vasitəsilə ayrılır sərhəd zonamız. Şahdağ silsiləsi ilə başlayırıq. Şahdağ silsiləsi Göyçə, Qarabağ yaylası, onu bəzən testlərdə vulkanik yayla olaraq da verirlər. Və Qarabağ yaylasından sonra keçirəm Naxçıvanla da Ermənistan sərhəddi. Burada Zəngəzur silsiləsi, burada isə Dərələyə silsiləsi vasitəsilə Ermənistanla sərhəddən ayrılmış oluruq. Türkiyə ilə Sədərək qalxması vasitəsilə ayrılırıq. İranla sərhəddimiz əsasən buradan bura qədər Arıq çayı vasitəsilədir. Bu hissədə Bolqar çay sərhəddə düşür. Çaylardan bir də Astara çay sərhəddə düşür. Çünki testlərdə bəzən deyir ki, sərhəddə yerləşən çaylar, bəzən isə sərhəddə yerləşən dağlar, bəzən də ümumi sərhəd təbii obyektləri deyir. İranla təbii sərhədlərimizdən bir də dağlar var ki, Talış dağlarıdır. Məsələn, bunlar bizim təbii sərhədlərimiz. İri relyef vahidlərimizə keçəndə isə xüsusilə 4 iri relyef vahidini göstərəcəyik. Böyük Qafqaz iri relyefi, Kiçik Qafqaz iri relyefi, Talış dağları və Kür-Araz düzənliyini testlər vasitəsilə öyrənəndə Böyük Qafqazın tərkibinə daxil olub xüsusilə Baş-Qafqazı, yan silsiləni vurğulayacağıq. Deməli, bundan əlavə testlərdə Böyük Qafqazın tərkib hissəsi olan ərazilər kimi Qovdaq və Niyaldaq silsilələrində verir, Ləngəbi silsiləsində verir. Burada həm də Ərəb tirəsi də yerləşir, Qobustan alçaq dağlığı da yerləşir. Şimal hissədə, bu hissədə Samur dəvəçi ovalığı, bura gedir Böyük Qafqazın şimal-şərq zonası, Qusar maili düzü, Şollar düzü və Samur dəvəçi ovalığı bu zonada yerləşir. Bildiyimiz kimi Xəzər sahili zona okean səviyyəsindən aşağıdır və davam edirəm. Böyük Qafqaza aid olanlar bunlardır. Davam edirəm Kiçik Qafqaz iri relyef vahidi ilə. Kiçik Qafqazda elə sərhəddə saydığımız dağları sayacaq xüsusilə Şahdağ silsiləsi, Murovdağ silsiləsi, Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası və bundan əlavə bir də Qarabağ silsiləsində Kiçik Qafqaz daxil olaraq götürəcəyik. Təbii ki, həm də Zəngəzur və Dərələyə silsiləsi. Dağları isə 3 silsilədən ibarətdir. Talış, Peştəsər və Buro var. Keçək indi ən hündür zirvələrə. Talış dağlarından Kömürgöy və Qızyurdu. Baxın uşaqlar, Kömürgöy burada yerləşir. Qızyurdu da burada. 2493 Kömürgöy, 2433 Qızyurdu. Talış dağı ən hündür zirvələridir və onlar İrandan sərhəddə düşürlər. Böyük Qafqazda Baş-Qafqazın ən hündür zirvəsi, Bazar düzü zirvəsidir, 4466, o da sərhəddə düşür. Amma bundan əlavə təbii ki, burada Bazar yurd, Tufandağ və s. kimi dağlar var. Yan silsilənin ən hündür zirvəsi isə Şahdağ zirvəsi gedir. O da yan silsiləyə aiddir. Testlərdə əsas 42-43, yəni 4243 metr hündürlüyə malikdir Şahdağ zirvəsi. Keçdik indi Kiçik Qafqazın hündür zirvələrindən, silsilələrinə müvafiq olaraq. Şahdağ silsiləsində ən hündür zirvə kimi Qoca dağı götürürük, 3318 metr hündürlük. Murovdağda ən hündür zirvə Qamış dağdır, 3724. Göyçədə, Şərqi Göyçədə Kəti dağdır. Qarabağ vulkanik yaylasında ən hündür zirvə kimi Dəli dağı götürülür.
Qarabağ silsiləsində isə ən hündür zirvə kimi Böyük Kirs 2725 kimi mən uşaqlara yadda saxlatdırıram. Siz də çalışın, rəqəmləri uyğun olanları yarıya bölərək əzbərləyin. Məsələn, Dəli Dağı mən 36-16 olaraq əzbərlətdirirəm. Böyük Kirs 27-25 kimi əzbərlətdirirəm. Yəni sizə də uyğundursa elə yarıya bölüb əzbərləyə bilərsiniz. Zəngəzurun ən hündür zirvəsi, Qapıcıq zirvəsi də 3900-dür. Dərədənizin ən hündür zirvəsi isə Kükür dağıdır, 3120 metr hündürlüyə malikdir. Böyük iri relyef vahidlərimizdən qaldı bir də Kür-Araz ovalığı. Kür-Araz ovalığımız bu ərazilərdən ibarətdir. Ümumi düzənlikləri sayacağım, sonra testlər nə üzrə qurulur, onu da sizə deyəcəm. Deməli, Kür-Araz ovalığına Qanıq Əyri çay düzənliyi, Acınoğur düzü, Ceyrançıl, Böyük Şirvan, yəni Şirvan düzü və Cənub-Şərqi Şirvan düzü aiddir. Bundan əlavə Gəncə Qazaq düzü, Qarabağ düzü, Mir düzü, Muğan düzü, Səlyan düzü daxildir. Azərbaycan düzən ərazilərindən Lənkəran ovalığı da burada yerləşir. Arazboyu düzənlikləri isə iki hissəyə böləcək. Naxçıvanda yerləşənlər, bir də Kiçik Qafqazın cənub hissəsində yerləşənlər. Naxçıvanda yerləşən və sərhəd zonada olanlar olacaqdır. Ardıcıl olaraq sizə deyəcəm. Ardıcıl olaraq da yerlərini tapıb əzbərləməyə çalışın. Niyə? Çünki qəbulda da testlər verir ki, Arazın solunda olan düzənlikləri qərbdən şərqə doğru düz və yaxud da şərqdən qərbə doğru düzgün düzülüşü olan cavabları seç. Bunlar Arazın solunda olanlar. Sədərək düzü, Şərrur düzü, Böyük düz, Naxçıvan düzü, Gülüstan düzü, Ordubad düzüdür. Bunlar Naxçıvanda olanlardılar. Kiçik Qafqaz ərazisindən isə Gəyən, İnci, Hərəmi və Mir düzü Arazın soluna düşən düzənliklərdir. Testdə bəzən deyir ki, Arazın solunda yerləşən düzənliklərin ardıcıl düzün olduğu və yaxud da deyir ki, Arazın solunda olan düzənliklər hansılardır? Yəni, bu düzənliklərin hamısı Arazın solunda yerləşən düzənlikdir. Uşaqlar çayın sol və sağ tərəfində tapmaqda çətinlik çəkir. Bunu tapmaq üçün çayın axın istiqamətinə durun hər zaman. Məsələn, Kür də Arazda bu istiqamətə axırsa, siz də üzünüzü çevirib bu istiqamətə dayanın. Sol hissəniz həmin çayın sol tərəfidir, sağ hissəniz həmin çayın sağ tərəfidir. Arazın solu deyəndə biz bu hissəni nəzərdə tutduq. Arazın sağında Azərbaycan ərazisində bircə dənə Muğan düzünü yadda saxlayacaqsınız. Testlərdə məsələn verir ki, həm Kürün sağında, həm də Arazın sağında yerləşən düzənlik buna Muğan düzünü misal gətirəcək. Və yaxud da deyir ki, Kürün sağında, Arazın solunda olan düzənlik ona da Mir düzünü misal gətirəcək. İndi gəlin əsas məsələ Kürün sağı ilə solunu müəyyən edək. Kür bildiyimiz kimi bu istiqamətə axdığına görə Kürün solu deyəndə yuxarı hissə, Kürün sağı deyəndə aşağı hissə nəzərdə tutacağıq. Solu deyəndə Böyük Qafqaza tərəf olur Ceyrançıl düzü, sonra gəlir Ceyrançıl Acınoğur bəzən bir yerdə də verilir. Sonra Şirvan düzü və gəlir Cənub-Şərqi Şirvan düzü. Bunlar olurlar Kürün sol düzənlikləri. Kürün sağ düzənliklərinə isə Gəncə Qazaq düzü, Qarabağ düzü, Mir düzü, Muğan düzü, Səlyan düzü. Testlərdə bəzən verir ki, Kürün sağında olsun və Xəzərin sahilində olsun, o zaman Səlyanı götürəcək. Kürün solunda olsun, Xəzərin sahilində olsun, Cənub-Şərqi Şirvan düzünü götürəcək. Ümumiləşdirsək uşaqlar, əgər testlərdə deyirsə, Azərbaycanda yerləşən akkumulyativ düzənliklər ovalıqları nəzərdə tutur və bunun üçün xüsusilə 3 ovalığı nəzərdə tutmuş olur. Samur Dəvəçi ovalığını, Kür-Araz ovalığını, bir də Lənkəran ovalığını. Uşaqlar, testlərdə bəzi ərazilər var ki, onların da adı çəkilir. Onlar da sizin üçün vurğulayın. Bundan da Azərbaycanın endogenliyi forması mövzusunu tamamlamış olaq. Bundan əlavə, yəni saydıqlarımdan əlavə testlərdə Bozdağ silsiləsi düşür, hansı ki buradadır. Xocaşən silsiləsi düşür, buradadır. Palantökən düşür, buradadır. Hunan çökəyi düzünü vurğulayırlar, o Tovuz rayonundadır. Qaraməryəm düzünü buradadır. Ləngəli silsiləsi, Ələt tirəsi, bəzən Ləngəl bizdə tirə kimi verirlər, yəni biləsiniz.
Sonra yazı yaylasını göstereceğim size. Yazı yaylası da Həkəri vadisində yerləşir. Testlərdə bundan da istifadə edirlər. Yayçı düzü var. Yayçı düzü də Naxçıvanda Arazın soluna düşən düzənlikdir. O da testlərdə verilir. Bir de Yaşma düzü var. O burada yerləşir. Yığılarla bağlı olaraq Yaşmanı burada yadda saxlayın. Yazı buradadır, yayçı buradadır. Yəni qarışdırmayın. Bununla da biz Azərbaycan endogen relyef formalarını tamamladıq. Növbəti dərslərimizdə görüşərik.